Salam Vlog kanalımın değerli izleyicileri, her birinizi kanalımda hoş gördük. Bugünler sizlere çok asan başa gelen Napolyon peçenyalar hazırlayacağım. Bir de Temu'dan siparişlerim gelip onları sizlerle paylaşacağım. Əvvəlcə keçək peçenyalarımızı hazırlamağa. Peçenyalarımızın xəmiri üçün bizə 220 qram un lazımdır. 220 qram un da hər zaman videolarımda, reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsüyle 2 stəkandan 2 xörək qaşığı əski un eləyir. 220 qram unumuzun üzerine əlavə edirik 170 qram soyuq, donmuş kərə yağı və ya margarin. Hər ikisindən istifadə edə bilərsiniz. Yağımızla unu əvvəlcə əlimizlə bir qədər ovaraq umaç hazırlayıram. Mütləq çalışın ki, yenə də qeyd edirəm, xəmir Napolyon xəmiri olduğuna görə yağımız soyuq, donmuş halda olmalıdır. Bunları əlimizlə ovaraq umaç etdikdən sonra su götürürük və sirkə götürürük. Sirkə üzüm sirkəsi də ola bilər, alma sirkəsi də, hər ikisindən istifadə edə bilərsiniz. Bir çay qaşığı götürürük. Suyumuz da mütləq yenə də soyuq, buz kimi su olmalıdır. Çalışın suyu öncədən soyuducuya yerləşdirin, soyuq halda istifadə edin. Deməli 60 ml soyuq suyun içərisinə bir çay qaşığı sirkə əlavə edirik. Bunu qarışdırıb 2 dəfəyə əlavə edirik xəmirin içərisinə və xəmirimizi yoğururuq. Napolyon xəmir də digər xəmirlər kimi bildiyiniz kimi çox yoğrulmalı deyil. Sadəcə xəmir toparlanır və biraz belə azca yoğrulub bir salafanın içərisinə yerləşdirilir və buzluğa yox, soyuducunun adi gözündə bir 30 dəqiqə xəmirimizi gözlədirik. Çox tez və asan başa gələn bir xəmirdir. İnanın o qədər ləzzətli, dadlı, ağızda ovxalanan, möhtəşəm bir peçenyalar alınır ki, bunu hazırlayarkən belə 2 pors birdən hazırlayın. Çünki dadına həqiqətən də doyulmayacaq peçenyalardır. Bu reseptlə 1 list peçenyalar alınır, amma ailəniz böyükdürsə 2, hətta 3 pors birdən hazırlayın. Bilirəm ki, 100% dadından doymayacaqsınız. Çox ləzzətli peçenyalar alınır. Xəmiri 30 dəqiqə soyuducuda gözlətdikdən sonra götürürük və masanın üzərinə biraz un səpirik. Xəmirimizin üzərinə də təbii ki, bir qədər un səpməyə lazımdır. Və üzərindən ehmalca biraz əlimlə basıram və başlayıram xəmirimi oxlovla yaymağa. Xəmir çox rahat bir xəmirdir. Rahatlıqla da yaymaq olur. Baxın, bir qədər belə yaydıqdan sonra 100 qram da bizə şəkər tozu lazımdır. 100 qram şəkər tozu da 200 ml stəkan ölçüsüyle yarım stəkan şəkər tozu eləyir. Xəmirə gördüyünüz kimi çox az bir ərzaq gedir. Yumurtadır, sodadır, qabartmadır. Qətiyyən bunlardan istifadə olunmur. Ən əsas ərzaqlar bizdə burada undur, kərə yağıdır, su, sirkə və salam. Xəmir bunlardan hazırlanır. 100 qram şəkər tozunu da hissə-hissə xəmirin içərisinə əlavə edirik. Yalnız bir hissəsinə, xəmirin digər hissəsini də üzərinə qatlayırıq. Deməli, ümumilikdə biz 100 qram şəkər tozunu 4 dəfə olmaqla xəmirin içərisinə əlavə edib, qatlayıb və yenidən yayırıq. Və nəticədə də peçenyalarımızın içərisi hamısı qat-qat alınır. Çox gözəl, yenə də qeyd edirəm, çox ləzzətli bir peçenyalar alınır. Bu peçenyaları yeyərkən sanki Napolyon tortunun korjlarını yeyirsən, yuxalarını yeyirsən kimi gələcək sizlərə. İçərisi yumuşaq, üzəri ovxalanan, çox möhtəşəm bir reseptdir. Mütləq hazırlayın. Hazırlanması da çox asandır. Həddindən artıq asan bir reseptdir. Gördüyünüz kimi baxın, artıq ikinci dəfədə şəkər tozundan bir qədər də əlavə edirəm. Yalnız xəmirin bir hissəsinə, yəni yarıya kimi şəkər tozunu əlavə edib biraz əlimizlə yayırıq. Xəmirin digər hissəsində üzərinə qatlayırıq. Kənarlarını da biraz belə əlimizlə demək birləşdiririk ki, yayarkən həmin hissələr açılmasınlar və yenə də yaymağa başlayırıq. Yayarkən də çalışın ki, xəmirin biraz alt hissəsinə un səpin ki, xəmir yapışmasın. Və beləcə bu minvalla xəmirimiz 4 dəfə yayılıb, şəkər tozu səpilir, qatlanır və sonda isə yayılıb artıq kəsilir və bişirilir. Değerli izleyicilerim, kim hardan videomu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, kanalımın böyüməsində mənə dəstək olmaq üçün, necə ki Kəmalə Kərimli 82 kanalında mənə dəstək olursunuz hər zaman, bu kanalımda da, vlog kanalımda da mənə dəstək olun. Videolarımızı mütləq bəyənin. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Bir kəlmə olsa belə şərh yazmağı unutmayın və bu kanalımda da hansı videoları görmək istəyirsinizsə, necə vloglar görmək istəyirsinizsə, mütləq şərh bölümündə qeyd edin. Yaya doğru çox gözəl videolarımız olacaq sizlərlə, gözəl paylaşımlarım olacaq. Ona görə mütləq kanalımızı izləmədə qalın. Dəstəyinizi gözləyirəm. Və bu artıq 4-cü dəfədir.
Dördüncü dəfə də son şəkər tozumuzu əlavə etdim üzərinə. Yayıram və yenə də xəmirin digər hissəsini üzərinə qatlayıb kənarlarını birləşdirirəm. Bu artıq sondur. Yəni dördüncü dəfə şəkər tozunu səpdikdən sonra yayıram, artıq kəsib forma verərək listimizə düzüb bişirirəm. Bu reseptlə bir list dolu peçenyalar alınır. Yenə də qeyd edirəm, əgər ailəniz böyükdürsə, biraz çox bişirmək istəyirsinizsə, onda ərzaqların miqdarını 2 dəfə, 3 dəfə artıraraq, yəni 2-yə 3-ə vuraraq 2 pors və ya 3 pors hazırlaya bilərsiniz. Və xəmiri artıq sonuncu dəfə yaydım. Gördüyünüz kimi kənarlarını biraz xətkeşlə düzəliş verdim. 3 hissəyə bölürəm və kətə kəsən fiqurla gördüyünüz şəkildə kəsirəm hamısını üçkünc formada. Üzərinə nə şəkər tozu səpirik, nə yumurta vururuq, heç bir şey istifadə etmirik. Listimizə məsafəli şəkildə düzüb, sobamızı da öncədən yandırırıq. Mən konveksiya rejimində öncədən 200 dərəcədə bir 5 dəqiqə müddətində bişirdim. Bu cür xəmirləri hər zaman sobaya yerləşdirərkən çalışın ki, əvvəlcə sobanın dərəcəsini artıq eləyin, yəni 200 dərəcədə olmalıdır. Bir 5 dəqiqə bişsin ki, öz yağını çıxartmasın. Yəni baxın, görürsüz 200 dərəcədə mən yerləşdirdim sobada, görürsüz necə gözəl şişirlər. Baxmayaraq ki, tərkibində nə soda var, nə qabartma tozu var, amma peçenyalarımızın xəmiri çox gözəl şişirlər, qabarırlar. Və tam 15 dəqiqə müddətində mənim peçenyalarım bişib hazır oldu. Sizlərin sobasında 20 dəqiqə müddətində də bişə bilər, yəni tez hazır olurlar. 15-20 dəqiqə müddətində çox qızartmayın. Üzəri bir qədər saraldı, götürürük. 200 dərəcədə 5-7 dəqiqə bişirdikdən sonra sobanın dərəcəsini biraz azaldıb bir 180 dərəcəyə qoyuram. Qızılı rəng alınca bişirib götürürəm. Tam soymasını gözləyirəm və indi peçenyalarımızın iç görünüşünü də sizlərə göstərəcəm. İnandırım sizlərə, o qədər dadlı, o qədər ləzzətlidir ki, səhər də qalsın, 2 gün belə qalsın, necə var bu cürdə qalır. Üzəri xırçıltılı, içərisi yumuşaq, qatları da hamısı tək-tək sayılır. Bu peçenyalar çox gec boyatlanır, çox qəşəng qalır. O qədər də gözəl belə ətri var ki, baxmayaraq ki, xəmirin tərkibində vanil yoxdur, amma çox gözəl ətirli peçenyalarda sanki bir 2 paket bura vanil vurmuşam. O cür gözəl ətir gəlir peçenyalardan. Hazırlamağınızı mütləq tövsiyə edirəm, hazırlayın. Bilirəm ki, çox bəyənəcəksiniz, amma mütləq geri dönüşlərinizi şərhlərdə gözləyəcəm. Hazırlayın, mütləq şərh bölümündə fikirlərinizi mənimlə bölüşərsiniz. Gördüyünüz kimi bu qədər sadə, bu qədər ləzzətli, bu qədər möhtəşəm bir resept paylaşdım sizlərlə. Mütləq hazırlayın. İndi isə keçək bağlamama. Deməli, Temu bağlamam gəldi bugün. Sifariş vermişdim, biraz geyimlər sifariş vermişdim. Bilirəm ki, sizlər üçün də maraqlıdır keyfiyyətləri, ona görə sizlərlə də paylaşmaq istədim. Gördüyünüz bu köynək, bunu yoldaşım üçün sifariş vermişdim. Evdə geyinməyə, yəni ev köynəyidir, mayçını köynəkdir. 100% pambıqdır. Çox gözəldir materialı həqiqətən də. Yəni poliester deyil, sintetik deyil, təmiz pambıqdır. Amma biraz paketlənmədə qüsurları var Temunun. Yəni necə gəldi? Salafanın içərisinə düz yerləşdirirlər, biraz qırış olur. Yəni görürsüz, bu cür salafanlarda gəlir. Trendyolla Temunun arasında, yəni paketlənməyə görə fərq böyükdür. Trendyol təbii ki, daha da yaxşı paketləyir məhsulları. Amma Temudan nə qədər mal alırsan al, hamısını bir paketin içərisində göndərirlər. O da yəqin ki, yol çox uzaqdır. Ona görə də bu köynəyi də çox bəyəndik. Bu da 100% təbii pambıqdır. Amma gördüyünüz bu mayka isə bu oğlumundur. İdman maykasıdır. Öz üçün sifariş verib. Bunun da materialını çox bəyəndim, amma bu pambıq deyil. Biraz dartılan rezin kimi bir materialdır gördüyünüz kimi. Oğlum idmanla məşğul olduğu üçün bu köynəyi, yəni bu maykanı özü bəyəndi. Əynə oturan kip bir materialı var. Yəni şəkildə necə var etsə, bu da o cür gəldi. Yəni keyfiyyətini də bəyəndi. Qara rəngi də var, ağ rəngi də. Oğlum ağ rəngini istədiyi üçün ağ rəngini sifariş verdi. Bu köynəyi də özüm üçün sifariş vermişəm. 2 rəngli köynəkdir, həm qara, həm ağ. Köynəyin yuxarı hissəsi, deməli, varatnikli ağ rəngdədir. Gördüyünüz kimi düyməlidir. Aşağı hissəsi də striç qara materialdan ibarətdir. Normal bir köynəkdir bu da.
Yəni gündəlik geyinməyə aldım bunu da. Qiyməti də münasibdir. Hansından linkini istəsəniz, mənə mütləq şərh bölümündə qeyd edərsiniz. Hər birini sizlərə göndərəcəm. Açıqlama bölümündə də təbii ki, çalışacağam ki, qeyd edeyim. Burada baxın, köynəyin də əynimdə də sizlərə göstərirəm. Normal gündəlik geyinməyə bir köynəkdir. Daha sonra isə bu donu çox bəyənmişdim. Şəkildə düzdür, rəngi bir qədər bordo rəngi görünürdü. Amma realda gələndə baxdım ki, yox, bordo rəngi deyil. Bu donu ən çox həm üzərində olan o güllərinə görə, həm də varatnikinə görə çox bəyəndim. Mən ümumiyyətlə varatnikli donları çox bəyənirəm, uzun donları da çox sevirəm. Bunu da gündəliyə geyinməyə aldım. Yay donudur, əsl yay donudur. Materialı da sərin bir materialdır. Normalda hər zaman donlarımı el ölçüdə alıram, amma Temudan artıq ikinci dəfədir ki, el ölçüdə don gətizdirirəm və əynimə bir qədər bol olur. Təbii ki, onu da dərzidə düzəltdirməli oluram. Baxın, gördüyünüz kimi arxa hissədən də belə bir zamoku var. Zamoku da uzun zamokdur, bel hissəyə kimi açılır, bağlanır. Düşündüm ki, artıq bundan sonra Temudan əgər don sifariş versəm, mütləq eldən bir ölçü, kiçik ölçüdə verəcəm. Yəni M ölçü sifariş verəcəm mütləq. Çünki el aldıqda dərzilikdə işlərim artır. Dərzidə də düzəltdirməliyəm biraz. Ona görə mütləq bundan sonra donlarımı M ölçüdə çalışacağım ki, sifariş verim. Baxın, burada da əynimə geyinmişəm. Gördüyünüz kimi əynində çox gözəl durur. Amma biraz böyükdür. Yəni biraz boldu mənə, ona görə biraz məni dolu göstərdi. Və baxın, bunları mən deməli tripodum üçün, yəni ştativlərin baş hissəsi üçün telefonumu yerləşdirirəm bu hissələrə, bunların içərisinə. Çəkilişlərimi çəkərkən onlar üçün sifariş vermişəm. Keçən dəfə də bundan sifariş verdim. Çox rahatdır bununla işləmək mənə. Qiyməti də çox ucuzdur. Keçən dəfə də 2 ədəd gətizdirdim. İri bir tripod almışdım Temudan, onun üzərinə bağladım. Birini də bu tripodumun üzərinə bağlamışam. Görürsünüz, eynisindəndir. Bu tripodumun deməli özünün də üzərində telefon tutacağı var. Amma özününki mənə qətiyyən rahat gəlmir. Baxın, bu hissədən bağlanır rahatlıqla. Bu tripodun özünündür, gördüyünüz kimi. Baxın, belə açılıb bağlanır. Biraz dəmirləndir də, dartmaq lazımdır. Ora telefonu salıb çıxartmaq mənə çox çətin gəlir. Amma bunlar çox rahatdır. Baxın, bu hissədən biraz enlədirəm. Yəni böyüdürəm, telefonu salıram və bərkidirəm kənarlarından. Və bu cür bir yay ayaqqabısı sifariş verdim. Bunu çox bəyəndim. Materialı da çox gözəldir. Həm sərindir. Baxın, bunu yəni corabsız da geyinə bilərsiniz. Altı görürsünüz rezindir. Çox yüngüldür, rahatdır. Ayaqda sanki heç bir şey yoxdur. Altı da rezindir. Burada qatladım. Sizlərə göstərdim ki, yəni bərk deyil, çox yüngül bir şeydir. Yəni bu ayaqqabıları da çox bəyəndim. Bunun başqa rəngləri də var. Ağ rəngi var, bejvi var, belə mavi var. Sonra açıq çəhrayı rəng olanı var. Sizlər də hansından istəsəz, yəni rəng artıq qalıb sizlərin zövqünə ala bilərsiniz. Amma görürsünüz, çox keyfiyyətlidir. Həm yarımka yay corabı ilə də geyinə bilərsiniz, həm də yəni ayaqyalın corabsız da geyinə bilərsiniz. Həqiqətən də çox gözəldir. Mən çox bəyəndim. Ayağımda da çox rahatdır. İndi burada ayağıma da geyinib, təbii ki, yenə də sizlərə göstərəcəm. Ölçüləri də var, rəngləri də var. Öz ölçünüzə uyğun sifariş verə bilərsiniz. Baxın, burada ayağımda da sizlərə göstərirəm. Çox qəşəngdir. Gündəliyə də geyməyə yay ayaqqabısıdır. Yəni ayağınızı bilin ki, sərin saxlayacaq. Kənar hissələr açıqdır. Ayağınızı sərin saxlayacaq, çox rahatdır. Yəni geyinib çıxarılması da həddindən artıq rahatdır. Mən bu ayaqqabımın da keyfiyyətini çox bəyəndim. Və bir də mən şərf sifariş vermişdim. Ümumiyyətlə mən çəhrayı rəngləri çox sevirəm. Deməli, amma şərfin biraz rəngi şəkildəkindən sanki bir qədər solğundur. Çünki şəkildə daha tündüydü rəngi. Realda amma biraz solğun kimidir. Amma buna baxmayaraq yenə də çox bəyəndim. Həm iri bir şərfdir, həm də nazikdir. Çox nazik bir materialı var. Baxın, saçaq hissələrdə üzərində olan güllərə uyğun gəlir. Həm mavi, həm çəhrayı saçaqları var. Çox gözəldir. Mən çox bəyəndim. Yəni qiymətinə görə də münasibdir. Hər birinin linkini sizlər üçün açıqlama bölümündə yerləşdirəcəm. Əgər ola bilər biraz gec yerləşdirim linklərini, sizlərə hansı məhsul, yəni bəyənsəniz, hansı məhsul maraqlı olsa, linkini istəsəniz mütləq şərh bölümündə qeyd edin. Mən hər birinin linkini sizlərə göndərəcəm. Bunun da başqa rəngi də var idi, amma mən bu rəngin çox bəyəndim. Baxın, görürsünüz, burada naziliyini də göstərirəm. Çox incə, zərif bir materialı var. Çox gözəldir. Yəni bunu da çox bəyəndim.
Və bunlara artıq oğlum sifariş verib. Bunlar maşın aksesuarlarıdır və bunu da bilmirəm kamera üzərinə bağlamaq üçün nədirsə, üzərinə telefon bağlanılır onun da. Bunlardakı maşın aksesuarları qeyd etdiyim kimi bunlar da oğlum sifariş verib. Yəni Temuda hər bir şey var. Nə istəsəniz təbii ki sifariş verə bilərsiniz. Bunların da qiyməti yəni çox münasibdir. Ən əsası odur ki, Temuda yəni çatdırılma pulu yoxdur. Çatdırılma pulu olmadığına görə rahatlıqla sifariş vermək olur. Amma 30 AZN-dən aşağı sifariş vermək olmur, onu da qeyd edim. Minimum 30 AZN sifariş verməlisiniz. Və bir də baxın, mən aksesuarlarımı yığmaq üçün belə bir aksesuar qabı sifariş verdim. Bunun materialı plasmasdır, çox nazik, incə bir şeydir. Yəni nazik bir şeydir. Hətta baxın, bu demək, paketin içərisində biraz da kənar hissəsi əyilib, çünki incə bir şeydir. Amma aksesuarlarınızı yığmaq üçün yaxşı bir şeydir deyim. Yəni əlinizdən tutacaq, aksesuarlarınızı orada-burada hərəsini bir yerə qoymaqdansa belə səliqə ilə hamısını asırsınız buradan və yerləşdirirsiniz dolabınıza. Bu sırğaları da çox sevə-sevə sifariş verdim. Bunu da çox bəyəndim. Çox incədir, qulaqda da çox gözəl görünür. Və bu aksesuarları da mən görürsünüz qabından çıxardıram və bunları da asıram demək buradan. İlk asdığım sırğaları da mən keçən dəfə Temudan almışdım. Onları da çox bəyənmişdim. Və bunları da bu dəfə sifariş verdim. Bunları da çox bəyəndim. Qiymətləri də çox münasibdir. Deməli, baxın, istədiyiniz aksesuarları, evdə olan aksesuarlarımı da üzərinə yerləşdirirəm. Belə səliqə ilə dolabınıza yerləşdirin. Hətta baxın, bu hissələrinə də yenə sırğa, üzük, hər bir şeyi yerləşdirə bilərsiniz. Ümid edirəm ki, bu vloqumuzu da bəyəndiniz. Əgər bəyəndinizsə, bəyən düyməsinə basmağı, videolarımızı yaxınlarınızla paylaşmağı unutmayın. Yeni vloqlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.